De görüm nə görürsən? Deməli belə Qəzənfər dayı. Yetim vəfadarın evini görürəm. Sonra... Saxla, saxla. Yetim yesiri sadalama. De görüm yolu görürsən? Bə nədir? Ay, sağ ol. Nə görürsən? Yoldur, dana uzanıb gedir. Onu bilirəm. De görüm yolda bir qaraltı olsa görərsən? Bə nədir? Ay, sağ ol qaqan, işində o. Sən ölə, bütöy dünyanı gəzəsən ha, səndən qəribəsini tapmazsan. Cəmaat nəhayda, sən nəhayda. Gündə qulağımızın dibində min güllə atılır. Heç bilmirik sabaha sağ çıxacaq ya yox. Sən də hara gedirsən bu mütrüf paltarların özü ilə daşıyırsan. Qorxmursan ki, sabah şenliyin içində səni hoyda-hoydaya salıb biyabır eləyələr? Teatr vaxtıdır indi. Sən belə şeyləri qanmazsan, yoldaş Mir Paşa. Sən tüfəngindən çox indi kəndə mədəniyyət lazımdır. Teatr mədəniyyətin birinci pilləsi. Nə idi? Birinci pilləsi. Ay bərəkallah. Elə Gəray bəy də indi oturub qan çanağında, iki əlini diriyib ağzına, bar-bar bağırır ki, hanı o kör mədətin oğlu Uzunduraz Qasım, gəlsin peykanlıya mədəniyyət yaysın, yoxsa bağırın çatlar. Gəray bəy mədəniyyət yox, bircə güllə lazımdır. O da mənim boynuma söz verirəm, arxayın ol. Mədəniyyət bax bugün gördüyün bu qara cəmaata lazımdır. Özləs bilirsən necə lazımdır? Hardan biləsən, ay yazıq. Bura bax Mir Paşa. Mən ölüm büzündür, ömründə heç bir dənə də olsa kitab oxumusan? Sən kitab oxuyub mütrüflü eləyəndə, mən əlimə tüfəng alıb inqilab eləmişəm. Baş tapdın? Əsl inqilab mədəni inqilabdır. Qoy bir Gəray bəyə cəhənnəmə vasilə eləyək. Bu peykanda bir vır çatlasını qopardacam. Gəray bəyin evini eləyəcəm teatr. Gecələr işıqlar yanacaq. Kənd cəmaatı bir-birinə deyəcək ki, bu gecə teatrda ölülərin tamaşasını verirlər. Keyfli İskəndər rolunda da Qasım Mədətoğlu özü oynayır. Kaş Allahın altında mənim də Şeyx Nəsrullah kimi elə bir elmim olaydı ki, burada yatan ölülərlə tanışa biləydim. Artist gənə cezm olub. Əgər olsaydı üstümə qəbristanlıqda yatan ölülərə tutub deyərdim ki, bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə uca bir səslə dua oxuyub çığıracaq ki, durun ayağa ey Allahın mömin bəndələri! Ölülər, məbadə Şeyx Nəsrullahın sözlərinə qulaq asasız. Gəlin bu keyfli İskəndərin nəsiyyətini qəbul edin. Necə yatmışsınızsa, eləcə də yatın. Allah sizə rəhmət eləsin, ölülər. Sağ ol ey, əhsən. Amma vaxtıdır, valla vaxtıdır.